Böyük bir ehtimalla ABŞ orada Maduro rejimi ilə bağlı hansısa tədbirlər görəcək. Venezuela çox böyük neft ehtiyatları olan bir ölkədir. Amma onlar sanksiya altında olduğuna görə yetərincə çoxlu neft çıxarıb çata bilmirlər. Əgər Maduro rejimi, gəlmişkən İlham Əliyevin dostu və Avtoritarlar klubundakı həmkarı Maduro rejimi indi son zamanlarını yaşayır və o dəyişəndən sonra Venezuelada hazır infrastruktur var və sürətlə, necə ki İraq çox sürətlə neft bazarına qayıtdı, Venezuelada sürətlə neft bazarına qayıdacaq, bu da əlavə faktor olacaq. Və nəhayət, dünya əvvəl gözlənildiyindən də daha sürətlə elektrik maşınlarına keçir. Çox sürətlə keçirlər. Təsəvvür edin, deməli, məsələn, Avropada elektrik maşınlarının sayı 36% birdə artıb. Çox sürətlə elektrik maşınlarına keçirlər və bu da neftə tələbatı azaldır. Ona görə də, deməli, neftin qiymətinin düşməsi də gözləndir, hələ bu ildən də. Üstəlik Azərbaycan üçün də başqa bəla var da, Azərbaycanın neftinin həcmi də azalır. Deməli, neft gəlirləri böyük bir ehtimalla bu ildən də az olacaq. Amma tək bu deyil ki, məsələ. Biz illərdir ki, danışırıq ki, Azərbaycanın kənd təsərrüfatı ildən də daha da batır. Bilirsiniz, məsələn, maldarlıq, həmin o damazlıq malqara məhv olandan sonra onu bərpa eləmək bilirsiniz nə qədər vaxt aparır. Azərbaycanda vəziyyət son dərəcə ağırdır maldarlıq baxımından. Əkinçiliyin bütün sahələri iflasa uğrayıb, hər şey. Yadınızda var o İlham Əliyev 7-8 il bundan qabaq tez-tez proqramlar elan edirdi. Nə bilim, pambıqçılıqla bağlı, baramatçılıqla bağlı, fındıqçılıqla bağlı, çayçılıqla bağlı yazıca düşdü. Gözdə strateji yol xəritələri belə çox xüsusi taposla qeyd olunurdu. Onların hamısı batdı. Azərbaycanın kənd təsərrüfatı demək olar ki, müflis olub. Müflis olub Azərbaycanın kənd təsərrüfatı. 1,7 milyon güya adam məşğuldur kənd təsərrüfatı ilə, heç 1 milyardlıq ixracatımız yoxdur kənd təsərrüfatından. Ona görə də deməli Azərbaycanın kənd təsərrüfatı batır. Çünki onun sistemli problemləri həll olunmur. Nədir onun əsas problemləri? Deməli, suvarma sistemi yoxdur və yaradılmır. Toxumçuluq, damazlıq yoxdur və yaradılmır. Texnika ilə, uyğun qiymətə, gübrələrlə təmin olunmaq həll olunmur. Bazar yaratmaq həll olunmur. Kənd təsərrüfatı məhv edilir ildən ilə. Deməli, bu da əlavə bir problemdir Azərbaycan üçün. Azərbaycan üçün başqa bir problem də Rusiyadan gələn pulların, baratların, oradan ki, baxın, milyondan artıq Azərbaycanlı ailələrinə pul göndərir. Bax, bu il də azalıb, gələn il daha da azalacaq. Rusiyanın özünün vəziyyəti pisləşir. Oradan insanlarımız yavaş-yavaş köçürlər, ya bura gəlirlər, ya başqa ölkələrə gedirlər. Yəni, Rusiyadan buradakı Azərbaycanlı ailələrə gələn baratlar da azalacaq. Və bütün bunların hamısı, o cümlədən monopoliyada sıxır da, real olaraq iş yerləri azalır. Baxın, bu ilin ərzində 23 min nəfər işdən çıxardıblar dövlət sektorunda. Oradan da möhkəm sıxırlar axı. Demək, müəllimi də işdən çıxardır, həkimi də işdən çıxardır. Bütün o dövlət büdcəsindən əmək haqqı alanları da işdən çıxardır. Sosial müavinətləri də kəsirlər. Bütün bunların hamısı əhalinin vəziyyətini pisləşdirəcək. İnflyasiya isə davam edir. Çox maraqlıdır ki, deməli, nə ixracat yaranmır, üstəlik də deməli, inflyasiya artan qiymətlə davam edir. Təsəvvür edirsiniz, indi siz məsələn, məndən də yaxşı bilirsiniz ki, Azərbaycan hakimiyyətinin statistikasından etibar eləmək olmaz da tam. Amma hətta Azərbaycanın rəsmi dövlət statistikası da Azərbaycanda bu il ərzaqda deməli, inflyasiyanın 8%-dən artıq olduğunu deyir. Onlar 8 deyirsə, sizcə neçə faizdir? Və neçə ildir bu belə davam edir? Gələn də belə davam edəcək. Ona görə də çox təəssüf ki, biz hər nə qədər düşünsək də ki, artıq bu dibdir, bundan daha pis mümkün deyil. Amma çox təəssüf ki, mümkün olur. Bundan da daha pisi mümkün ola bilir və həmin o bundan da pis illərdən biri bizi gözləyir. Çünki artıq büdcədən hiss olunur ki, gələn necə çətinlik olacaq. Maaş artımından, müavinətlərin artmasından, pensiyaların artmasından ciddi şəkildə o, deməli, indeksləşməni nəzərdə tutmuram. Hər hansı bir ciddi artımlardan söhbət getməyəcək, inflyasiya artacaq, o indeksləşmə adı altında verilən o 5-10 manatı bir mənalı şəkildə yiyəcək o inflyasiya və insanların həyat səviyyəsi gələn il daha da pisləşəcək. Nə vaxta qədər Azərbaycandakı xalqın qarşısına məsuliyyət hiss etməyən, xalqla hesablaşmayan, xalqdan qorxmayan, xalq vasitəsilə dəyişdirilə biləcəyini düşünməyən hakimiyyət iş başında qalınca, indiki hakimiyyət iş başında qalınca ildən ilə vəziyyətimiz pisləşəcək.